Mövsümündə olmayan meyvələrin faydalı xüsusiyyətlərindən yararlanmaq üçün onları bir neçə üsulla digər mövsümlərə, digər vaxtlara hazırlayırlar ki, burada da əsasən qurudulmasından və yaxud da dondurulmasından istifadə olunur. Qurudulmuş meyvələr onun daha çox suyunun qurudularaq, nəmlik faizinin azaldılaraq tərkibindəki faydalı xüsusiyyətlərini saxlamasına və bu prosesdə də sanitar gigiyena qaydalarına, qida təhlükəsizliyi qaydalarına əməl olaraq hazırlanması ən önəmli şərtlər biridir. Belə olan halda həmin qurudulmuş meyvələr öz tərkibini saxlamaqla yanaşı, eyni zamanda lifli qidadır və faydalıdır. Xüsusilə də belə qidaların daha uzaq məsafələrə daşınması və yaxud da mövsümü olmadığı zamanda onun faydalı xüsusiyyətlərindən yararlanmaq daha asanlıqla olur. Lakin bəzən olur ki, marketinq hilələrindən istifadə edərək daha cəlbedici görünməsi üçün müəyyən rəngləndiricilərdən, dadlandırıcılardan, əlavə şəkərdən istifadə olunur ki, belə olan halda bu meyvə quruları xüsusilə immun sistemi aşağı olan insanlarda, allergiyaya meyilli olan insanlarda, xroniki xəstəlikləri olan insanlarda sağlamlıq riskləri yarada bilər. Yaxşı olar ki, mütləq şəkildə qurudulmuş meyvə alarkən etibarlı, mənşəyi bəlli olan keyfiyyətli, təbii qurudulmuş məhsuldan istifadə olunsun və mütləq sanitar gigiyena qaydalarına əməl olunması ən önəmli şərtlərdən biridir. Çünki bir çox hallarda qurudulmuş meyvələri açıq şəkildə satışını həyata keçirirlər ki, bu da onun çarpaz çirklənməsinə gətirib çıxardır. Çünki bir çox insanlar bu kimi qurudulmuş meyvələri yumadan istifadə edirlər və belə olan halda çirklənmiş məhsullar həzm sistemində problemlərə gətirib çıxarda bilər. Dondurulmuş məhsullarda isə daha çox gilə meyvələrin dondurulması daha faydalı hesab olunur ki, çünki gilə meyvələri dondurarkən onların demək olar ki, tərkibi dəyişmədən uzun müddət qalır. Lakin diqqət olunacaq əsas məqam dondurulmuş məhsulun donunun bir dəfə açılıb istifadə olunmasıdır. Əgər temperatur rejimi dəyişirsə, bu zaman həmin məhsulun tərkibində mikroorqanizmlər sürətlə çoxalır ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə və qəbul edən insanlarda sağlamlıq risklərinə səbəb ola bilər. Və yaxşı olar ki, qidaların dəyərinin qorunması üçün uyğun meyvələri doğru şəkildə dondurulması həyata keçirilsin və dondurulmuş meyvələr soyuducuda, dondurucuda saxlanılarkən bu zaman yaxşı qablaşdırılmalı, digər bişirilməmiş məhsullar, xüsusilə ət məhsulları ilə eyni yerdə saxlanılmamasına diqqət olunmalıdır.